Xoş gördük sizi əziz Futbolissimo izləyiciləri, dəyərli bizim tamaşaçılarımız. Növbəti buraxılışımız sizin üçün təqdim olunur. Amma burada biraz elə bir nəsə fikirliydim. Fikrim qaldı bu. 2 gün əvvəl. Oranjı riskli. Dedim de dayı sanki üzülür reyime. Allah haqqı gözümün qabağına o çox qorxursan. Məndən o arvad gəldi. Qorxursan məndən? Surxaya baxıb görürsən, ona baxıb gör. Ağzımdan çıxardım, bu köklənim də burada. Bəlkə belə danışırsan. Qala bu giymədi, hə bu. Gözüm. Vallahi külək tutub. Deyəm bir dəqiqə, sağ ol. Mükafat yadıma düşür. Deyəm bir dəqiqə də. Deyəm. Başladım. Pomidor almışam, biber almışam. Onda sağollaşmamışdan qabaq qoy təşəkkürlər edirəm. Mənə sağ olasın. Nə sağollaşaq? Salam, hər vaxtınız xeyir olsun dəyərli Futbolissimo izləyiciləri. YouTube kanalımızda növbəti verilişlə sizin qonağınızıq. Çempionlar Liqasında artıq 4-1 final mərhələsinin ilk oyunları keçirildi və biz çox maraqlı, çox yadda qalan, hətta mən deyərdim gözlənilməz nəticələrlə qarşılaşdıq və Tərlan Şahinoğlu ilə birlikdə biz yenidən sizin qonağınızıq və ötən verilişlərdəki videolarımıza reaksiyanız üçün sizə buradan təşəkkür edirik. 3000 abunədən artıq keçmişik, hətta 3100-ü də keçmişik. Sizin sayənizdə bəlkə də 4000 abunəni də keçəcək yaxın günlərdə. Tərlan, ümumiyyətlə Çempionlar Liqasının bu turunda keçirilən bütün görüşləri bir göz önünə gətirsək, sənin üçün ən yadda qalan məqam, ən yadda qalan oyun və ya ən gözlənilməz nəticə hansı oldu? Mən də həm Ramil səni salamlayıram, həm də bizi izləyən hər kəsi salamlayıram və qeyd etmək istəyirəm ki, sizin o rəyləriniz, həm də bəyənmələriniz bizi daha da ruhlandırır və elə bu bizim üçün əlavə bir stimuldur. O ki, qaldı oyunlara. Təbii ki, gözlənilməz nəticə Londonda qeyd alındı. Mən gözləmirdim ki, hətta Arsenal qələbə qazansa belə bu cür hesabla qalib gələr və Realın bu qədər aciz olacağını heç gözləmirdim. Amma yəni Arsenal da böyük bir xarakter nümayiş etdirdi. Əbəs yerə 4-1 final mərhələsində olmadığını sübut etdi son qalibə və bu turnirdə ən çox uğur qazanan komandaya. Digər oyunlara gəldikdə isə qol vurmayan komandalar oldu. Elə Realın özü qol vurmadı bu mərhələdə ilk görüşlərdə və əlbəttə ki Dortmund Barcelona ilə səfər maçında rəqib qapısına yol tapa bilmədi. Bu da bir qədər mənim üçün gözlənilməz oldu əslində. Mən gözləyirəm ki, məsələn, Serhou Guirassy bəlkə qol vurar, çünki məhsuldarlıq var axı turnirdə, amma alınmadı. Hətta yəni o oyuna bir Guirassy-Lewandowski müqayisəsinə gedəndə hətta biz keçən verilişdə də bildirdik ki, əslində bu mövsüm Guirassy Lewandowskidən də yaxşı bəlkə performans göstərir, amma məsələ nədir? Məsələ yan yörədə olan futbolçulardan asılıdır. Yəni Barcelonada Lewandowski'nin yanında Rafinha kimi yaradıcı memar oynayır, Yamal oynayır. Hər kəs üzərinə çəkir Lewandowski tam rahat şəkildə istədiyini bacarır. Pedrini də unutmayaq. Bəli, yarım dəfədə Pedrini də unutmayaq. Ümumiyyətlə Barcelonanın komanda oyunu tam başqa bir səviyyəyə çatıb. Biz məncə daha çox belə deyək də verilişin ilk hissəsində dayanaq Realın Arsenala məğlubiyyəti və ya Arsenalın Realın məğlub etməsi. İndi burada daha çox Realı mı qınayaq, yoxsa Arsenalı mı tərifləyək bilmirəm. Yəni Declan Rice'ın cərimə zərbələri ayrı bir aləmdir. 50-50-yə. Courtois'ın inamlı oyunu var bir tərəfdə. Yəni səncə hansı tərəfdən daha bərk yapışmaq lazımdır? Sən elə şərhdə idin. Təbii ki, bütün o incəlikləri, detalları hər kəsdən daha yaxşı gördün. Təbii ki, mən də izləyirdim. Hər iki oyunu izləməyə çalışdım canlı olaraq. Bayaq da qeyd etdim, Real Madrid sanki Londona gəlməmişdi. Ruhsuz. Yəni, komanda olaraq yəni Londonda deyildilər. Bilmirəm indi onların fikirləri harda idi. Desəm ki, Arsenalı ciddiyə almadılar, bu da düzgün olmaz. Məhəllə. Çünki 4-1 finala gəlmisənsə... Arxaya idilər demək olar mı? Onun üçün də... Yəni, ulusaq belə böyük fərqini uduzmarıq, bəlkə qol vurarıq. Cəhdlər var idi, David Raya'nın bir neçə seyvi var idi maçda, maçın gedişatında. Amma Jude Bellingham oyundan sonra qeyd etdi ki, bizim bəxtimiz gətirdi ki, biz 0-3 hesabı ilə uduzduq. Yəni, bundan da vəziyyət bərbad ola bilərdi. 0-5, 0-6 hesabı ilə uduza bilərdi. Thibaut Courtois da oradan da o Asminok deyirlər də, bir an ona çevrilmişdi. O da əlindən gələn etdi sözün əsl mənasında ki, böyük hesabla uduzmasın Real Madrid, amma Declan Rice da günündə idi.
man of the match, heç vaxt cərimə zərbəsindən qol vurmayan oyunçu birdən-birə 4-1 final mərhələsində Çempionlar Liqasında Real Madridin qapısına 2 gol vurdu. Özü üçün də yəni karyerasının ən yadda qalan bəlkə də oyunu olacaq və əlbəttə ki, bir oğlan da var ki, onun haqqını yeməyək, Mikel Merino. Bəli. Yenə qol vurdu. Öz mövqeyində oynamasa belə həm qol vurdu, həm də fikir verirdinsə hücumların qurulmasında iştirak edirdi. Gəl düşdürdü öz doğma yerinə, yarım müdafiəyə düşür, oradan top götürür. Oyun qurmaq zaten onun belə deyək. Əsas işidir. Yarım müdafiəçidir deyə bunu bacarır. Qol vurmaq isə, yəni bu mövsümdən etibarən artıq Mikel Arteta məcbur şəkildə onu hücum xəttində oynadır. Kai Havertz yoxdur axı. Və Mikel Merino həmin o mövqedə də özünü doğruldur. Bu da əlavə təbii ki, fayda gətirir Arsenal komandasına. Oyundan əvvəl çox maraqlıdır ki, Mikel Arteta bildirmişdi, məşqçilik karyeramın ən 100% ən önəmli oyuna çıxacam və bu qarşılaşma mənim üçün Bəzi kimə qarşı? Və Real Madridə qarşı və oyundan sonra fikir verilsə bildirdi ki, mən Guardiola ilə danışmışdım bu oyunla bağlı. Çünki Real'la bağlı ən yaxşı məlumatları şübhəsiz ondan öyrənə bilərdim. Guardiola'nın da bəlkə də bir məsləhətlər olub, amma yəni burada məşqçi amili çox önəmlidir. Mikel Arteta çox yaxşı hazırlaşmışdır Real'a qarşı. Bir də Tərlan, mən ümumiyyətlə Real'ın məğlubiyyətinin səbəbini qeyd edeyim, Ramiz, fikrini tamamlayarsan. Buyur. Yəni PSV Eindhoven'a 7 gol, Real Madrid'də 3 gol. Yəni heç kim yəni favorit saymır da, düzdürmü Arsenalı? Bəli. Amma yəni biraz bu barədə fikirləşmək lazımdır. Bəli, geriyə dönüb baxanda görürsən ki, PSV-yə 7 gol məsələni ilk oyunda həll eləyirsən. Bəlkə də artıq Real Madridlə də məsələni ilk oyunda həll eləyib. Amma düzdür, 7 top vurmurlar, amma 3 top vurublar, ciddi üstünlükdür bu. Hətta qeyd Rio Ferdinand bu məqamla toxundu. Yəni o qeyd etdi ki, Real Madrid əgər mərhələ adlamaq istəyirsə 4 və yaxud 5 top vurmalıdır. Çünki o əmindir ki, Arsenal Madriddə də qol vuracaq. Çünki Arsenal qol vuran komanda təsiri bağışlayır. Və bir məqamda qeyd etmək lazımdır. Yəni baxmayaraq ki, son 2 mövsümdə Arsenalın əsas üstünlüyü standart vəziyyətlərdir. Amma cərimə zərbələri deyildi də. Kornerdən, cərimə zərbəsini ötürmədən 30-a yaxın qol vurublar ötən mövsümün startın bəri, yəni 27 və yaxud 28 qol vurublar kün zərbələrindən, amma axırıncı dəfə cərimə zərbəsindən qolu Martin Ödegaard vurmuşdu. 2021-ci ilin sentyabr ayında Burnley ilə səfər maçında. Və neçə il keçib? 5 il, 4 il sonra Arsenalın heyətində kimsə cərimə zərbəsindən qol vurdu birbaşa. Birbaşa bəli, direkt. Yəni özdə onu vuran da ilk dəfə vurur karyerasında. 2 qol vurdu 12 dəqiqə. Yəni məsələ orasındadır ki, mən Real'ın məğlubiyyətini bir qədər nədə görürəm. Yəni bəlkə də razılaşanlar olmaz. Birincisi Real Madriddə bəlli bilinən çatışmazlıqlar var. Düzdür, bu Arsenalda da var. Ta ki Gabriel Magalhaes yoxdur. Amma Kivior oynayır. Məsələ orasındadır ki, Real Madridin itkisi daha böyük itkidir. Məsələn, Toni Kroos kimi bir möhtəşəm, böyük bir ad gedib, yeri o qədər boş görsənir ki. O dörtlüyü heç nə eləmədi. Dörtlüyü neynə? O dörtlüyü batırlan, o dörtlüyü, belə çıxmasın, hücumda olan dörtlüyü, ona qədər topu gətirməyə lazımdır axı. Arsenal elə bir pressing elirdi ki. Kamavinga oynayırdı. Müdafiə ilə. İndi Tchouaméni gələcək ki, bu oyunda Tchouaméni cəzalı ilə oynayacaq. Yəni müdafiə ilə hücum arasındakı əlaqələndirici yox idi. Luka Modric'in Valverde bəs. Valverde'nin sağda oynadır axı. Sağ müdafiəçi orada Martinelli dayandırsın. Orada qalır Luka Modric, Kamavinga. Kamavinga'nın da yanında Mikel Merino oynadı solda. Alaba oynadı, Alabada uzun müddətli futbol oynamadı. Ferland Mendy zədəli idi. Hələ Ferland Mendy zədəli deyək ki, yəni bu Ferland Mendy olsaydı belə, yenə Arsenalın hücumları qarşısında Sakan qabağında Alabadan artıq nə deyəcək? Bir söz deyim, Real Madridin heyətində tənqid olunmayacaq bir şəxs varsa, o da Thibaut Courtois'dır. Bəli. Baxmayaraq ki, 3 top buraxdı. Amma yəni 0-5, 0-6 ola bilərdi. Buna görə yəni təşəkkür eləsinlər Thibaut Courtois'a. Məncə də, yəni Courtois'ın xatırla yəqin ki, PSV-nin vəziyyətinə düşəcəklər. Böyük ehtimal. Çünki bir epizod var orada, həm Courtois dəf edir, həm Alaba dəf edir. Bir epizodda 3 seyvi var. Ardıcıl zərbələr çıxarır, möhtəşəm. Rəsmən yəni topçular topla döydülər Real Madridi bir epizodda. Yəni ardıcıl zərbə Courtois qaytarır, zərbə Courtois qaytarır, zərbə Courtois qaytarır. Neynəsin bunu? Yəni Mbappé'nin oyundan sonra açıqlaması var ki, geri dönüş olacaqmı? 100% cavab verib. Bu mümkün. İndi bax, son olaraq Real'la bağlı son məqam. Səncə cavab maçında Real Madrid üçün ümid yeri varmı? Varsa nə qədərdir və hansı məqam ola bilər? Heyətə baxırsan, düşünürsən ki, ümid var, eləyə bilər bunu Real Madrid. Amma fikirləşirsən ki, baş məşqçi Carlo Ancelotti o oyunu oynatmır, deyirsən ki, yox, mümkün deyil. Yəni Ancelotti, yəni burada nə müzakirə olunur?
hazırki Ancelotti müzakirə olunur. Və ya bu bizim gözümüzün qabağında sonuncu Arsenal'la oynayan Real gəlir. Məsələn, Elə oynamalı desələr ki, cavab maçına komandanı tutaq ki, Xabi Alonso gəlib çıxaracaq. Onda deyərsən ki, hə, bu komanda nəsə oyun oynayıb göstərəcək. Yəni ki, hazırki Ancelotti yox, Ancelotti ilə inanmıram. Mən düşünürəm ki, Real Madrid Arsenal'la səfərdə oynadığı kimi yox, daha fərqli şəkildə indi orada. Yəni çıxın oynayın, nəyin yox, elə yox. Məsələn, Valverde öz mövqeyində 8 nömrə mövqeyində oynasa, sağda düz deyil, sağ onsuz da belə çıxması şikəstdir. Çünki yoxdur orada Carvajal, o mövqedə Lucas Vazquez oynayır. O futbolçu da sağcına müdafiəçisi deyil. Yəni Raul Asensio yaxşı ki, o futbolçu əlavə yəni gənc istedad oynayır. Asist də verdi. Yox, Arsenalda. Arsenalda Miles Lewis Kelly onun asistin gelir. Halal boşlara. Yəni bir sözlə Arsenalda heç bir hətta mən düşünürəm ki, meydana çıxsaydı Ethan Nwaneri də layiqli oyun göstərərdi. Bəlkə də o da yaxşı oynayardı. Bəlkə də Bukayo Saka zədələnib çıxdı özü səhvləmirəmsə. Bəlkə də riskə getmək istəmədi. Declan Rice'in ayağında belə qan var idi, onu da çıxardılar, tez çıxardılar meydana. Yəni bir sözlə Real üçün mənim fikrimcə oyunun ilk hissəsində hətta bir gol, bir cavabsız gol vurmaq belə avantaj olacaq. Yəni ikincisi erkən gol, rəqibin qırmızı vərəq almağı. Yəni ən önəmli məqam erkən goldur ki, əgər bunu bacarsa Real Madrid yəqin ki o ciddi şəkildə şturmda qazana bilər. Mbappé'nin də maraqlı reaksiyası var Declan Rice'ın ikinci cərimə zərbəsinə. Yəni belə bir şey elədi. Yəqin erkən cavab qoyacaq. Həm o Mbappé'nin şəkli, baxışı var, bir də topun 9-luğa daxil olması var, o bucağı var. Həmin o hissəni yəqin ki biz sizə nümayiş elətdirəcəyik montaj prosesindən sonra. Biz artıq vaxt itirmədən keçək Bayern Inter görüşünə, dəyərli izləyicilər. Çünki bu qarşılaşmada kifayət maraqla gözlənilirdi və maraqlı məcrada keçdi deyə bilərik. Hərçənd ki, Tərlanın və mənim də çox bəyəndiyim Jamal Musiala'nın zədələnməsi oyundan qabaq, Alfonso Davies'in zədələnməsi Bayern üçün ciddi itki sayılırdı. Qapçı təbii ki, illərin təcrübəsi Neuer yox idi. Urbik meydandaydı və yəni qapçını qoyaq qırağa, onsuz da açığın Neuer son illərdə bir neçə dəfə olmayıb da, yəni start heyətdə olmayıb, uzun müddət çıxıb. Mənim fikrimcə Interə qarşı oyunda Bayern München heyətinə ən yaxşı təsir bağışlayan oyunçu Michael Olise idi. Və baxmayaraq ki, mən çox bəyəndiyim hücumçudur, heyran olduğum bir forvarddır Harry Kane, amma çox zəif oynadı. Çox qaçırdı epizodları. Dirəyə vurduğu top oldu, başla zərbə endirdi. Baxırsan ki, yəni bu zərbə deyil də, çox asan şəkildə Zomer topu tutdu. Epizodları var idi. Desək ki, Bayern Münchenin heç epizod yox idi, təmiz uduzdu, yox mübarizə apardılar, meydana çıxdılar. Sadəcə epizodları qola çevirə bilmədilər. Qolu da sonradan meydana daxil olan Thomas Müller vurdu. Konrad Laimer sol tərəfdən topu ötürdü və tamamilə nədənsə nəzərsiz qaldı. Bu arada nəzərinizə çatdırım ki, Thomas Müller mövsümün sonunda Bayern Müncheni tərk edəcək. 17 ildir ki, Almaniya flaqmanının şərəfini qoruyur. Bu da əlavə qeyd olmalıdır. Hara gedər səncə? Məsələn, Fenerbahçe, Galatasaray yenə də hansısa futbolçu karyerasının son illərini yaşayırsa, dərhal Türkiyə Süper Liqasında gündəmə düşür. Düşünmürəm ki, Almaniyada hansısa başqa komandada oynasın. Yəni Thomas Müller də bilirik ki, dünya çempionatları tarixində ən çox gol vuran futbolçulardan biridir. Və heç vaxt Avropa çempionatına qol vurmayan oyuncu. Belə, yəni Müller qol vurdu Interlə maçda. Birinci qoldan danışaq da, yəni şedevrdan danışaq. Interin vurduğu birinci qol. Interin itkiləri. Dimarconu əslində sən də hətta deyəsən heyətə salmaq istəyirdin. Amma oynamadı. Yəni Carlos Augusto, dostlar, həddindən artıq fantastik oyun keçirdi. Hələ düşünün ki, Dimarco olsa ondan daha üst səviyyə bir performans ola bilərdi. Hər iki qolda ötürmə... Qol yenə sol cinahdan. Yenə sol cinahdan, yenə onun cəhdlərindən... Bu arada Thuramın dabanlı ötürməsi və Lautaro'nun ayağının üstü ilə topu tirin altına vurmağı. Quaresma ayağı zərbə endirməsi. Super gol idi. Yəni Inzaghi'nin oynatdığı futbolun bu göstəricisidir. Interin üstünlüyü nədir? Bayern gol vurur hesab bərabərləşdirir, doğma meydan amili azarkeş. Onunla belə Inter yenə səfərdə gol vursa bu Davide Frattesi vurdu. Kifayət edir. Yeri gəlmişdə Davide Frattesi'nin də bir neçə gün əvvəl daim onu meydanlarda dəstəkləyən nənəsi dünyasını dəyişmişdi və o qolda nənəsinə həsr eləmişdi. Yeri gəlmişkən onu da qeyd edeyim. Onu da paylaşımından gördüm. Yəni bir sözlə Inter səncə Bayern səddini keçmək üçün o qapını xeyli aralamış sayılır yoxsa yox elə? Aralayıb, məncə elə üstünlüyü əldən verməyəcək. Bayern Münchenin problemləri var. Jamal Musiala'sız, Manuel Neuer'siz, Alfonso Davies'siz. Başqa? Baş məşqçi var. Və Jupp Heynckes-siz. Yəni maraqlıdır ki, Almanların bu qədər möhtəşəm bir komandası və idarəçilikdə o qədər titizdilər ki. Hansi Flick-siz. Yəni məsələn o qədər önəmli məşqçilərlə işləməyi
kənara atıb necə olur ki, təcrübəsiz və ötən mövsüm bir komandanı Premier Liqadan Championship-ə yuvarlayan keçmiş futbolçu komanda verdilər. Bundesliga təcrübəsi var oyunçu kimi Hamburgda. Aha, başa şey düşdüm. Anderlecht ora gəlmişdi. Alman dilini bilir. Bəlkə düşündülər ki, gəlib nəsə eləyə bilər, amma Yəni maraqlıdır. nein Almanlar Alınmadı. Amma cavab siz necə indi birdən-birə Inter mərhələni keçdi deyə bilmərik, çünki bu Bayerndir. Yəni çox təcrübəli komandadır. Harry Kane var, Thomas Müller var, nə qədər o oyunçular olmaqla, Olise var. çox yaxşı. Olise heç nə demirəm. Michael Olise oyunu ən yaxşı keçirən oyunçulardan biridir. Sadəcə Harry Kane günündə deyildi. Belə deyək də, direyə vurduğu top var idi. Jan Sommer son etibarlıdır. Son 20-25 maçda 2 gol buraxıb deyəsən. Bu qədər Yəni danışmışdıq Interin az top buraxması ilə bağlı məsələlərə toxunmuşdur. Bir sözlə, yer gəlmişkən Lautaro Martinez cari çempionatda, Çempionlar Liqasında 7-ci qolunu vurdu səhv etmirəmsə. Necə vurdu abi? Və həm də ümumiyyətlə Interin Çempionlar Liqasında bir mövsümə ən çox qol vuran futbolçularından biri Hernan Crespo, 9 qolu var. Eto'nun 9 qolu olub. İndi Lautaro Martinez ola bilər ki, Inter mövsümü davam elətdirsə, bu mənada rekordçu ola bilər. Deyəsən Adriano da ən çox Çempionlar Liqasında mən bilən qol vuran oyuncu 18 qol vurar deyəsən. Lautaro ondan çoxdur. Feyenoordla da ilk oyunda qol vurmuşdu. İkinci oyunda ümumiyyətlə oynamadı. Feyenoordla ehtiyac duyulmadı. Yəni ümumiyyətlə Inter yer gəlmişkən kimlər treble eləyə bilər? Barcelona, Real Madrid, Inter. Bu komandalar həm də treble edə bilər. Onlardan biri Real Madridin üstündən deyəsən xətt çəkilə bilər. Amma Barcelona ilə Inter məsələn, Barcelona ən ciddi favoritdir, treble etməyə namizəd. Çünki çempionatda 4 xal fərqli öndədir. Amma Interdə həm Çempionlar Liqası çempionu ola bilər, misal üçün. Həm İtaliya çempionatı liderdir, həm də kubokda yarımfinalın ilk oyunda Milanla heç edib cavab oyunu var. Məncə Bayern Inter qarşılaşması barədə danışdıq. Amma cavab oyunu barədə də fikirlərimizi bildiririk. Yəni böyük şans var, yəni faciə deyil. 1-2 hesablı uduzma faciə deyil. Amma düşünəndə ki, bax Bayern München belə etkiləri var. Yəni deyirsən ki, yox. Məncə yenə də mən ilk oyundakı kimi 51-in 49-a idisə, indi uzaq başı 60-ın 40-a yenə də Bayernin şanslarının qaldığını düşünürəm. Çünki hesab çox fərqli hesabdır. Ola bilər ki, Bayern bir qol vurar, Inter təzyiq eləyər, ikinci qolu buraxar və hər şey bir anda tam dəyişə bilər. Düzdür, bunun üçün Tərlanın qeyd etdiyi məqam ki, rıçaqlar yoxdur, amma yəni Bayerndir. Ola bilər. Inter evdə top buraxmaya da bilər. O da ola bilər. Nəysə, yeri gəlmişən Interin itkiləri də çox idi. Denzel Dumfries yox idi, Di Marco yox idi. Cinahların ən önəmli futbolçuları. Pomidor almışam, bibar almışam. Amma Musiala o da. Nəysə, onda sağollaşmamışdan qabaq qoy təşəkkürlər edək. Nə sağollaşsın? Nə sağollaşaq? Dəyərli dostlar, biz iki görüşlə bağlı fikirlərimizi bildirdik. Yəni bir gündə keçirilən qarşılaşmalar var idi ki, Arsenal, Real və Bayern Inter görüşləri barədə danışdıq. Son olaraq bizim abunə olun, bəyənin, bizi dəstəkləyin. Bu öz yerində bir də bizim podkast məkanımız, çəkiliş yerimiz yeni fəaliyyətə başlayıb. Instagram üzərindən yəqin ki o adres qoyacaq İsmailov Media biz də təq eləyirik təbii ki. Bizim dəyərli dostların məkanıdır. Siz də müraciət edə bilərsiniz. Təkcə belə çəkiliş yox, ümumiyyətlə çəkilişlər kompleksi sizə təklif oluna bilər. Odur ki, siz də müraciət edib yararlana bilərsiniz. Bu videonun sonuna gəlib çatırıq. Sağ olun, salamat qalın. Axırda tormuz verir.